Salam aleykum. Deməli, amonium şorası NH4, NO3-dür, amafos NH4, H2PO4-dür, 2 qat superfosfat kalsiyum H2PO4 2-dir. Gübrələrin alınmasına istifadə olunan maddələr üçün uyğunluğu müəyyən edin. Deməli, burada həm amonium şorası, həm də amafos üçün biri götürübdür. Bu, deməli, NH3 üstə gələk HNO3 reaksiyasından, bu isə NH3 üstə gələk H3PO4. Yəni, hər ikisində NH3 var, yəni 1-ə Y bənd uyğundur. Bu, artıq dedik NH3 üstə gələk H3PO4, bu isə kalsiyum 3PO4 2 üstə gələk H3PO4, yəni hər iki tükündə H3PO4 var. Ona görə də 2-yə də A bəndi olacaq və birinci sualda doğru cavab C bəndində öz əksini tapır. İkinci sual, tararlıqda olan sistemə ayrı-ayrılıqda hansı maddələr əlavə olunanda tararlıq sola doğru istiqamətini dəyişir? Təbii ki, baxın, kalium OH. OH deməli sağdadır. OH-ı əlavə edəndə tararlıq sola gedəcək. Həmçinin burada hidrosulfit iyonu var. Onu da əlavə edəndə, yəni sağda duranın deməli miqdarını artıranda tararlıq sola doğru yönəlir və burada 2-də Y bəndində öz əksini tapacaq. Üçüncü sualda M qram 20%-nin həll olanı 0,2 M, həll edicisi 0,8 M, müəyyən miqdarı buxarlandırılır. Bilmirəm, minus x yazıram. Həll olmayan misalı 400 qram bölü litr, yəni 1000 qram suda 400 qram həll olan. Bundan bu getdi 0,4. 0,2 M bərabərdir 0,32 M minus 0,4 x 0,12 M bərabərdir 0,4 x və 0,3 M bərabərdir x. Və bu zaman alınan məhlulda 250 qram su olur. Alınan məhlulda su bu qədərdir. X-in yerinə mən 0,3 M yazaram. Onda burada su 0,5 M olur. Bərabərdir 250, M bərabərdir 500. Bizə deyib buxarlandırılan su 0,3 M-dir və 0,3-ü 500-ə vuranda doğru cavab 3-cüdə deməli Y bəndində öz əksini tapır. Dördüncü sualda deməli mürəkkəb efir natrium hidroksidlə deməli hidroliz edilir. Bu zaman deməli turşu alınır və təbii ki, deməli turşunun duzu alınır və spirt alınır. Çünki biz bilirik ki, mürəkkəb efirlər qələbinə reaksiya daxil olanda uyğun turşunun duzu və spirt alınır. Təbii ki, burada bu 100 qram 20%-lidir. 100 vurulsun, 20 bölünsün 100 bərabərdir 20 qram. 20 qramdakı əsasən 0,5 mol deməkdir. 0,5 bura 1 mol, bu 54 qram. Burada molyar kütlə, bu da 108-ə bərabərdir. Təbii ki, burada əsasən molekulda 2 pirabitə varsa, deməli bu karboksildə pirabitəsi var, aydın məsələdir. Bir dənə də pirabitə radikaldadır. Bu da o deməkdir ki, bu doymamış turşudur. Radikal hissəsində bir pirabitəsi olan. Doymuş turşu belə yazılır. Doymamış deyəndə yenə 2 dənə hidrogen əskildirəm, belə yazılır və bu şəkildə. Və təbii ki, ora deməli natrium gəlməsi üçün buradakı əsasən hidrogeni təbii ki, əvəz eləməlidir birini. Ona görə bu minus 2 olur, minus 3 natrium. Yəni minus 2 hidrogen idi, sonra onun birində yeni natrium əvəz elədi, qaldı karbonin H2 minus 3 O2 natrium. Yəni bu alınan duzdur. Bu da 108-ə bərabərdir. 14 minus 3 üstə gəl 32 üstə gəl 23 bərabərdir. Deməli 108-ə və buradan 108-dən çıxıram. Deməli 23-ü çıxıram 32-nin üstünə 3 gəlirəm. 56-ın da deməli 14-ə böləndə N4-ə bərabərdir. Bu da eləyir. Turşu necə oldu? Karbon N, H2N-2 O2. Burada yerinə yazsaq C4 deməli H6 O2 olacaqdır. Və 4-2 8, 8-dən ki çıxanda 6 və turşuda hidrogen atomlarının sayının 6 olduğu müəyyən olunacaq. Bu sualda isə deməli X2CO3, Y2CO3 və Z2CO3-dür. Eyni kütləlidir. Nə demişdik? Eyni kütləli suallarında hansından daha çox deməli qaz ayrılarsa, təbii ki, hansından daha çox maddə daxil olarsa, onun deməli ayeri, emeri azdır. Deməli burada deməli NÜ2
burada görürsünüz ki, buna aiddir. Ən çoxdur. Ona görə bunun deməli aidi deməli daha azdır. Yəni Y lap yuxarı yazıram. Yenə deyirəm, eyni kütləli suallarında hansından daha çox qaz ayrılarsa və hansından daha çox maddə daxil olsa, onun ayrı və emeri azdır. Ona görə Y lap yuxarı yazıram, çünki az olan yuxarıdadır. Sonra N1, yəni X, sonra N3, sonra Z. Deməli, ərimə temperaturu da bu istiqamətdə artır. Ona görə də 5-ci sualda doğru cavab Z, X, Y olacaq. 6-cı sualda buradan əmələ gəlir mis, azot, su, yəni 3 dənə məhsul alınır. Buradan əmələ gəlir HNO2, HNO3. Buradan əmələ gəlir deməli dəmir, xlor 3, dəmir, xlor 2 və su. Buradan əmələ gəlir CO, NH2, 2 üstə gələk su. Buradan əmələ gəlir natrium NO2, natrium NO3 və su və 6-cı sualda doğru cavab 1, 3, 5 olacaq. Deməli, burada 2CO üstə gəl oksigen əmələ gəlir 2CO2. Burada deməli biz CO yazırıq, oksigen yazırıq, CO2 yazırıq. Başlanğıc, sərf və tarazlıq. Bunun başlanğıcı 4-dür, bunun başlanğıcı 5, bunun başlanğıcı və sərfi yoxdur. Amma tarazlığı N-dir. Bu N sərf alınanda bu zaman deməli elə N sərf olunur, qaldı 4 minus N. Bu N sərf olunanda bu da deməli 1, bu da eləyir. Bu zaman bu da deməli 0,5 N sərf olunur, qalır 5 minus 0,5 N. Bunların tarazlıq rəqəmi baxın 3 N'dir. Yəni 4 minus N üstə gəl 5 minus 0,5 N bərabərdir 3 N, 9 bərabərdir 4,5 N. N də bərabərdir 2-yə. Artıq biz tapdıq ki, bu 4 minus N idi. Yəni 4 minus 2, yəni oldu 2. Yəni CO 2 oldu. Bu deməli 2-ni bura 0,5-ə vuranda 1 eləyib, 5-dən 1 çıxanda 4 eləyib, bu da 4 oldu. Bu da deməli 2-yə bərabərdir. Artıq bunların son rəqəmləri məlum oldu. Qabın həcmi 2 olduğuna 2-yə bölürəm, bu 1 eləyir. Bu 2 eləyir, bu 1 eləyir və tarazlıq sabiti bərabərdir. CO-nun kvadratı, yəni 1-in kvadratı. CO-nun kvadratı, yəni 1. Oksigen də deməli 2-dir. Bu da deməli 0,5-ə bərabər olacaq. 8-ci sualda təmasda olan metal cütləri haqqında verilmiş hansı ifadələr yanlışdır? Həmişə aktiv metal pasivi qoruyur. Alüminium dəmirdən deməli aktiv olduğuna görə dəmiri qoruyacaqdır. Bu doğru ifadədir. Bizdən yanlışı soruşur. Dəmir çinki qoruya bilməz. Çünki çink güclüdür. Mis də dəmiri qoruya bilməz. Ona görə də 8-ci sualda Y bəndi olacaq. 9-cu sualda deməli aktiv metallar əsasən məhlulda əvvəlcə su ilə reaksiya daxil olur. Əmələ gəlir deməli kalium hidroksid və hidrogen və sonra həmin əsas deməli duzla reaksiya daxil olur. Çink bromid üstə gəlir kalium OH, əmələ gəlir çink OH2 üstə gəlir deməli kalium brom və burada deməli qələvi metal, yəni artıq götürdüyünə görə burada qələvi də artıq əmələ gəlir və artıq qələvi bununla reaksiya daxil olur və kalium 2 çink O2 duz əmələ gətirir və sonuc olaraq deməli hidrogen alındı, duz alındı və kalium 2 çink O2 alındı. 9-cu sualda doğru cavab deməli 3, 4 və 6 olacaqdır. D bəndi olacaqdır. 10-cu sualda qlukozanın açıq zəncirli quruluşundan qapalı quruluşuna keçən zaman ancaq asimetrik karbon sayı burada artacaqdır. Ona görə də 10-cuda doğru cavab deməli C bəndi. Çünki demişdik ki, açıq zəncirdə 4 asimetrik və qapalıda 5 asimetrik var. 11-ci sualda molekulunda bir ədəd ikili karbon atomu olan alkanda hibrid orbitalların sayı, yəni ki 4N-dir, bərabərdir X sigma rabitəsi deməli 3N üstə gəl 1-dir, bu da Y-dir və 4N minus, yəni X çıx Y, 4N çıx 3N minus 1 bərabərdir 4-ə, N də buradan 5-ə bərabərdir. Bunu bu şəkildə yazırıq. Deyək ki, bir dənə ikili karbonu var və bunu düzəldirik. Karbon H3, karbon H2, karbon H, karbon H3, karbon H3. Molekulunda 3 ədəd birli karbonu var. Bizdən yanlışı soruşduğuna görə biz bunu götürməyəcəyik. Etil və izopropil, bu da doğrudur. Baxın, etil və sağda etildir, solda izopropildir.
rabitə əmələ gətirən qeyri-hibrid orbitalları. Rabitə əmələ gətirən qeyri-hibrid orbitalları hidrogenlərin sayıdır 12. Bütün hibrid orbitallarının burada deməli 5 dənə karbon var. 5 dəfə 4-ün 20. Bu 50% eləmir. Bu yanlışdır. Və maksimum 3 monoxloru birləşmə. Baxın, xloru bir dəfə bura birləşdirə bilərik. Ondan sonra bu 1. Sonra bura birləşdirə bilərik 2. Sonra bura birləşdirə bilərik 3. Sonra bura birləşdirə bilərik 4. Yəni bu da səhv ifadədir və 11-ci sualda doğru cavab A bəndində öz əksini tapacaq. 12-ci sualda deməli mis üstə gələk. HNO3 əmələ gəlir mis NO3 2, NO üstə gələk H2O. Təbii ki, mis deməli 0-dan gəlir mis müsbət 2-yə 2 elektron. Azot müsbət 5-dən azot müsbət 2-yə 3 elektron yerini dəyişirəm. 3-ü yazıram mislərin qabağına, 2-ni sağda dəyişən azotun qabağına. Bu oldu 8, bu da 4 oldu. Yazıb ki 0,5 mol turşunun reduksiyasında 8 dənə turşunun 2 mol reduksiya olubdur. Bu zaman neçə mol elektron sərf oluna bilmirəm. Ancaq 2 molda reduksiya olunanda yenə deyirəm, burada 2 mol reduksiya olunanda bağışlayın 6 mol deməli elektron istifadə olunur. Çünki burada alış-veriş buradadır. 2 vur 3, 3 vur 2. Ancaq 0,5-də nə qədərdir? Təbii ki, burada 0,5-ə uyğun gəlməyəcək. Amma məsəl üçün civənin qatı nitrat turşuna reaksiyasına baxırıq. Civə üstə gələk HNO3 əmələ gəlir civə NO3 2. Deməli NO2 üstə gələk H2O. Civə deməli 0-dan gəlir civə müsbət 2 elektron. Azot da müsbət 5-dən gəlir azot müsbət 4-ə 1 elektron. Yerini dəyişirəm. 2-ni yazıram deməli azotun qabağına. Azot oldu 4, burada 4, burada 2 yazıram. Baxın, bunun reduksiya olunan hissəsi, çünki 4 dənənin ikisi duza çıxıb, ikisi reduksiya olub. İkisi reduksiya olan hissə 2-dir. Bu zaman alınan verilən elektron deyəndə bir-birlərinə vururam bunlar. Bax, bir-birlərinə. Alınan verilən elektron deyəndə nə qədər elektron verirsə, o qədər alır. 2 vur 1, 1 vur 2, yəni 2-dir. Onda həqiqətən 0,5-i də 0,5 olacaq və 12-ci sualda doğru cavab B bəndində öz əksini tapacaq. 13-cü sualda xrom üstə gələk. H2SO4, xrom 2, SO4 3, SO2 üstə gəl su. Xrom 0-dan gəlir 2 dənə xrom müsbət 3-ə 3 elektron. Solda xromat bir oxidləşmə dərəcəsi var. Sağda da bir dənədir və solda və sağda eyni olanda biz təbii ki, deməli sola baxacaq, vurmuruq. Sonra kükürt müsbət 6-dan kükürt müsbət 4-ə gəlir 2 elektron. Yerini dəyişirəm. 2, 3, 2-ni yazıram soldakı xromun qabağına. 3-ü yazıram sağda dəyişən kükürdün qabağına. Kükürd oldu 6, bura 6 yazıram. Hidrogen oldu 12, bura 6 yazıram. İndi görürsünüz ki, bu mol miqdarının zamandan asılıdır. Ən çox mol suyun qabağındadır. Bu sudur. Ondan sonra SO2-nin qabağındadır. Sonra da deməli xrom deməli 3 sulfatın qabağındadır. Və bu 0,6-dır. Bura yazıram 3. Birinci deməli B-ni tapıram. Bura yazıram 6 və 0,6 vur 6 bölü 3, bu 1,2 eləyir. 1,2'dir B. Sonra bunu tapıram A-nı. Bu da eləyir 0,2 və bunların fərqi 13-cü sualda 1 eləyəcəkdir. Daha sonra keçirik deməli növbəti suala, 14-cü suala. Burada yazıb ki, oksidləşmə ZXY istiqamət, təbii ki, deməli Z metil spirtidir. Çünki o oksidləşəndə deməli əmələ gəlir qarışqa aldehidi. Bu da oksidləşəndə əmələ gəlir qarışqa turşusu. Yazıb ki, X qaz halındadır. Bəli, amma bizdən yanlışı soruşur. Bu doğrudur. Y qatı sulfat iştirakən termiki parçalanır. Bəli, deməli bu qarışqa turşusudur. Qarışqa turşusu deməli burada natrium yoxdur, hidrogen qarışqa turşusu. Bu deməli termiki parçalanır. Bu da doğrudur. Z qaz halındadır. Deməli burada baxırıq ki, yanlışdır. Çünki metil spirtin maye halındadır. Artıq bu yanlışdır. Eyni zamanda XY izomeri yoxdur. Bəli, nə metil spirtinin, nə qarışqa aldehidinin, nə də qarışqa turşusunun izomeri yoxdur. Sonra yazıb ki, burada Z natriumla reaksiya daxil olmur. Daxil olur. Yəni bu da yanlışdır və X hidrogenləşəndə Y alınır, X hidrogenləşəndə Z alınır. Yəni
Ona görə yanlışı soruşduğuna görə deməli 14-cü sualda doğru cavab deməli bizə yanlışı soruşur da 3, 5 və 6, yəni B bəndində öz əksini tapacaq. 15-ci sualda deməli X doymuş bir atom spirtdir. Karbon N, H2N plus 2O, 2N plus 2 bərabərdir 10, 2N bərabərdir 8, N bərabərdir 4 və şaxəli dediyinə görə bu karbon H3, deməli karbon H, karbon H3, karbon H2OH da yaza bilərəm. Karbon H3, karbon OH, yetər ki, yəni metil radikal olsun və hər ikisində deməli su çıxanda buradan 2 metil propen alınacaq. Karbon H3, karbon H, karbon H2 və bunun üzərinə H-xlor gələndə Markovnikov qaydasına görə hidrogen 2 qatlı hidrogeni çoxa, halogen deməli aza birləşəcək və sonra bunun üzərinə natrium gələndə natrium xlor aparır və özünə oxşar bir də birləşdirir və 15-ci sualda doğru cavab 2,2,3,3 tetrametil butan olacaqdır. Daha sonra deməli 16-cı sualı nəzərdən keçirdək. 16-cı sualda natrium 2O2 üstə gəl CO2 əmələ gəlir natrium 2CO3 üstə gəl oksigen, sonra kalium superoksidin dimeri əmələ gəlir kalium 2CO3 üstə gəl oksigen. Mən bunu deməli bərabər mol miqdar deyil, ikisinə qabağına deməli eyni işarə yazıram. X bu 0,5x'dir, bu da 1,5x'dir və 24,8 vur 10 üstü 23'ü bölürəm 6,2 vur 10 üstü 23'e bölü 4. Bu da bir atom sayıdır. Burada atom sayı x'dir. Burada atom sayı 3x'dir. O da 4'e bərabərdir. X de buradan 1. 16. sualda doğru cevap D bəndi olacaq. 17. sualda kalium deməli H2PO3. Təbii ki, bu PO3 əsasən H3PO3'dir. 2 əsaslı turşudur. Yəni 2 dənə hidrogeni oksigenlə birləşib və onlar əvəz oluna bilər. Burada artıq biri əvəz olunubdur. Kaliumdan yenə gəlir, burada yenə əvəz olunur və bu hidrogenin əhəmiyyəti yoxdur. Çünki oksigenlə birləşməyən hidrogenin əhəmiyyəti yoxdur. Yəni bu turş duza oxşadırsınız, amma turş duz deyil. Çünki oksigenlə birləşməyibdir, turşluq verə bilmir. Aydındır? Yəni bunun bu normal duzudur. Başa düşdünüz məni? Bu normal duzdur. Ona görə də 17-ci sualda biz bunu qəbul eləmirik. Sonra alüminium dihidroksixlorid, alüminium dihidroksixloridin üzərinə 3 dənə deməli mən H-xlor gəlirəm. Bu zaman buradan bir dənə su buradan çıxır, silirəm. Bir dənə su buradan çıxır, silirəm. Burada xlor birləşir. Burada xlor birləşir. Bu artıq qalır. Amma ki, nə dəxli var? Yəni normal duzu biz əldə elədik. Yəni bu doğrudur. Eyni zamanda natrium 2HPO4 natrium deməli 2 HPO4 bu deməli bu şəkildədir belə və bunun üzərinə 2 dənə natrium OH gələndə bu zaman bu OH-la bu hidrogen gedir və bura gəlib natrium birləşir və natrium OH-ın biri artıq qalır. Düzdür, mühit qələvidir, o aydın məsələdir. OH artıqdan da yenə də normal duz və qələvi mühit. Yəni natrium 2,4 normal duz alır. Əsası duz alınmır, bizdən duzu soruşur. Ona görə də 17-ci sualda doğru cavab B bəndində öz əksini tapır. 18-ci sualda əgər bunlar baxın diqqətdən eynidirlər, eyni işarədirlər. 4S üstü N, 4P üstü N. Bu 4S2 4P2'dir. Çünki normalda 4S1, 4P1, 4S3, 4P3. Yəni belə şey yoxdur da. Yəni S deməli 2-dən yuxarı olmur. Həm də 4S1, 4P1 yəni belə bir yəni normal hal üçün biz onu göstərə bilmərik. O həyəcanlanma halı üçün uyğundur. Və bu 4S2, 4P2'dir. Təbii ki, axırıncı rəqəm P-də olduğuna görə S elementidir. 4-cü qrupda yerləşir, düzdür. Həyəcanlanma zamanı P-də boş orbital olduğuna görə S P-yə keçəcəkdir. Bu səhvdir. Normal halda deməli 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 4P2 və neçə elektron var P-də? 14 elektron var. Bu da doğrudur. Ona görə də 18-ci sualda doğru cavab Y bəndi olacaq.
19-cu sualda glisin NH belə yazaq onu NH2 CH2COOH bu glisindir, amin sirkə turşusu və alanin də deməli burada yenə baxın NH2 CH burada metil radikalıdır və COH. Bu zaman buradan deməli su çıxır. Baxın, buradan OH-ı silirəm. Buradan hidrogeni silirəm. Bu zaman deməli peptid rabitəsi əmələ gəlir. Və buna uyğun olaraq artıq burada görürsünüz ki, atomların sayını sayırsınız, rabitələrin sayını sayırsınız, hidrogenlərin sayını sayırsınız və 19-cu sualda doğru cavab D bəndində öz əksini tapacaq. Ondan sonra gəlir burada 20-ci sual. 20-ci sualda bor, flor 2, 3 deməli bu bor burada qrupu 3'dür. Burada deməli özdə 3 valentlidir, istədiyini əldə edibdir, paxıllıq eləməyəcəkdir, qeyri-polyar molekuldur, bu yanlış. Və burada deməli bu sp2 hibrid vəziyyətindədir bor və bu da deməli flordur, P'dir, bu doğrudur. Mərkəzi atom sp2-dir, bu da doğrudur. Ancaq burada bu s orbitaldır, burada hidrogen yoxdur. Ona görə də 20-ci sualda doğru cavab deməli 1 ilə 4, yəni yanlışı soruşduğuna görə. 21-ci sualda eksotermik prosesləri göstərin. Suyun buxarının mayelə keçməsi, yəni balaca aqreqat haldan böyük aqreqat hala keçəndə bu müsbət əlamətdir, eksotermikdir. Yəni buxardan mayeyə keçmək aqreqat halının artmasıdır, vəzifənin artmasıdır. Bu müsbət əlamətdir. Yanma müsbət əlamətdir, amma qırılma bu mənfi əlamətdir. Azotun oksigen reaksiyası mənfidir. Donma, yəni mayədən bərkə keçir, yenə vəzifə artı. Bu da eksotermik prosesdir. Ona görə də 21-ci sualda doğru cavab 1, 2, 5 olacaq. 22-ci sualda mis SO4-ün suda məhlulda hidroliz zamanı biz bilirik ki, demək buradan turş mühit alınır, yəni H2SO4 və əsası duz, yəni mislə SO4-ün ortasına OH daxil olur. Bu qabaq mis OH2-dir, bir OH çatışmır. Bu da qabaq H2SO4-dir, 2 hidrogen çatışmır və buradan alınan duz yəni bu şəkildə olur. Yəni biz nə yazırıq? Mis OH 2 SO4. Sonra biz bura 2 yazırıq. Artıq deməli mis solda da 2 dənə, sağda da 2 dənədir, SO4 da sağda 2 dənədir. Həmçinin hidrogen sağ tərəfdə deməli 4 dənədir. Bura 2 yazıram və oksigen 8, 10, deməli 4. Bəli. İndi burada biz bunu baxın. Bu 2 dənə misə və 2 dənə SO4-ə ayrılır. Bu olduğu kimi saxlanılır. Bu 2 dənə hidrogenə və SO4-ə ayrılır. Bu 2 dənə mis OH müsbət və SO4-ə. Bu zaman 2 dənə SO4 ilə 2 dənə SO4 getdi. Qaldı burada deməli 2 mis 2 müsbət, 2 su, 2 mis OH müsbət, 2 H müsbət, 2-lər də getdilər və qaldı deməli burada nə? Mis 2 müsbət üstəgəl su, mis OH müsbət üstəgəl H müsbət. Ona görə də 22-ci sualda doğru cavab C bəndində öz əksini tapacaq. 23-cü sualda mis 2 nitrat parçalananda mis 2 oksid, azot dioksid və oksigen alınır. Təbii ki, bu da nitrat turşusunun parçalanmasıdır. Nitrat turşusu parçalananda NO2, oksigen və su alınır. Və təbii ki, buradan demək bu NO-nun alınması nədir? NO2-nin su ilə reaksiyasıdır. Su da burada deməli nitrat turşusunun parçalanmasında demək tez sudur burada. Tez sudur. Onda bu bir mənalı şəkildə NO2-dir. X-ə də biz NO2 yazırıq. Artıq demək biz müəyyənlədik ki, burada da deməli X NO2-dir. Buna da dedik sudur. Onda bu nədir? Oksigendir. Burada deməli Y-ə oksigen yazdıqsa, onda C bir mənalı şəkildə mis 2 oksiddir. Və mis 2 oksid deməli hansı maddələrlə daxil olur? H xlorla gedir, çünki əsas oksiddir. Ammoniakla gedir, mis üstəgəl, azot üstəgəl su. Bir də pirometallurgiya prosesi, yəni hidrogen onu oksidən reduksiya edə bilir. Ona görə də 23-cü sualda doğru cavab 1, 4, 5 olacaqdır. Sonra gəlir burada 24-cü sual. X4 halogenin radiusun müqayisəsi. Radiusla aşağıda böyük olduğuna görə X, sonra Y, sonra Z, sonra T yazırıq. Bu flordur, bu xlordur, bu bromdur, bu da yoddur. Karbon üstəgəl Z, demək xlor Z ilə getmir. Xlor deməli karbonla getmir.
Eyni zamanda natrium Y deməli üstə gələk gümüş, birlikdə sarımtıl çöküntünü brom verir. Y də bizdə bromdur. Sarı çöküntünü yod verir. Bizdə yod deməli X-dir və kükürdlə getmir, düzdür və sulla da turşunu deməli bir dənə turşu yəni verən əsasən flordur. Ona görə biz bunu da qəbul edirik. 24-cü sualda 2, 4, 5 olacaqdır. 25-ci sualda X yazıram, Y yazıram, Z yazıram, neytron yazıram, proton yazıram, AR yazıram. X'in neytronu da A'dır, protonu da A'dır, onda AR'i 2A'dır. Y'in neytronu A plus 2'dir, protonu A'dır, onda AR 2A üstə gəlir 2'dir. Z'in neytronu A plus 2, protonu da A plus 2, bu da 2A plus 4'tür və burada deyir ki, doğru deyil. Yəni X bərabərdir. Deməli, X'in AR'i 2A'dır. Z'in AR'i 2A plus 4'tür. Bundan 4 çıxanda həqiqətən bərabər olur. Sonra Px bərabərdir Py, bunlar neytronlar bərabərdir. Ny bərabərdir Nz. Ny bəli düzdür və ARX bərabərdir ARY-ə. Burada bərabərlik demək mümkün deyil. Ona görə 25-də D bəndi səhv olacaqdır. 26-da monomerlər etilen qlikol triptal turşusu olan bu demək lafzan lif əmələ gətirir. Bu sintetik lifdir və poliefirdir və polikandidləşmə məhsuludur və 26-cı sualda da doğru cavab 1, 3, 6 olacaq. 27-ci suala mübadilə reaksiyası budur. Duzla turşunun deməli əsasən reaksiyası. 28-ci sualda 200 ml sınaq şüşəsində qatlığı 0,1 mol bölü litr olan sulfat turşusu məhlulu vardır. Burada deyir ki, 50 ml məhlulu çıxardıram buradan. Təbii ki, həmin məhlulun içərisində həll olan maddə də var. Əgər suyu çıxartsaq və suya əlavə eləsək, qatlıqda müəyyən bir dəyişikliklə biz müşahidə edirik. Ancaq burada məhlulu götürəndə təbii ki, onunla həcm də gedir, onunla deməli birlikdə maddə miqdarı da gedir. Ona görə qatlıq dəyişməyəcəkdir. Ona görə də əvvəl necə idisə, sonda da o qədər olacaqdır. Yəni bunu mən necə izah edeyim? Məsəl üçün C bərabərdir, N bölünsün V, N bərabərdir C vurulsun V. Bu da deməli C burada 0,1'dir, bu da 0,2, bu da 0,2'dir. Yəni 0,2 litrə, litrdə deməli 0,2 maddə miqdarıdır. Həqiqətən bu 0,1 qatlıq verir. İndi bizə lazımdır ki, bu 50 millilitr, yəni 50 millilitr nə deməkdir? 50 bölünsün, yəni 0,5 litr. Bu özündən nə qədər maddə miqdarı aparacaqdır? Bunu vururam 0,2'yə, bölürəm 0,2'yə. Bu da özündən 0,5 aparacaq. Yenə də bunu buna böləndə yenidən biz 0,1'i əldə edəcəyik. Ona görə doğru cavab burada B bəndi olacaq. 29-cu sualda xlor burada müsbət 5-dən mənfi 1'ə gəlir. Yəni burada həm oksidləşdiricidir, həm də ki reduksiya olur. Ona görə D ilə Y bəndini biz burada deməli qeyd edə bilərik. 30-cu sualda dəmir üstə gəl oksigen əmələ gəlir dəmir XOY. Bu A, bu A minus 32 daxil olub. Bu da A plus 24 alınıb. A buradan bərabərdir 56. Yəni bu səhvdir. 56 üstə gəl 24, 80 eləyir. Bu doğrudur. Və bu 80'in 56'sı dəmir 24 oksigendir. Bunu 56'ya, bunu 16'ya bölürəm. Bu 1 eləyir. 24 bölünsün 16. Bu da 1,5 eləyir. 2'ye vuranda dəmir 2O3 eləyir. Tapdıq ki, deməli bu da səhvdir və dəmir 2O3'də 112 qram dəmir, 48 də budur. Bunları deməli 16'ya böləndə 112 bölü 16, bu 7 bölünsün 3 eləyir. Yəni bu da doğrudur və 30-cu sualda doğru cavab deməli ikinci ilə deməli 4-cü doğru olacaqdır. 31-ci sualda komol izopropilin izopropil benzolun tarix adıdır. Bəli, qudron mazotun vakuumda distilləsindən alınan bərk qalıqdır. Aren karbonin Hg-6-dır. Mazot neftin ikinci distilləsindən sonra qalan qalıqdır. Amma orto bu 1-2 vəziyyətidir. Ona görə burada Y bəndi səhv olacaq. Deməli burada birinci reaksiya üçün V2 bölünsün V1, qammanın üstü T2 çıx T1 bölünsün 10. İkinci reaksiya üçün də yəni V2 bölünsün V1,
Gamma üstü T2 çıx T1 böl 10. İndi burada birinci reaksiyanın orta sürəti, yəni 4A'dır. Yəni V2 bölünsün 4A birinci reaksiya üçün. Bunun gamması o birisindən 2 dəfə azdır. Buna yazıram gammanın üstü T2 minus deməli T1 25'dir. T1 25'dir. Bölünsün 10. Buradan da V2 bərabərdir 4A vurulsun gammanın üstü T2 minus 25 bölü 10. Riyaziyyatda da var. Yəni sürət məsələlərində bilir ki 4A'nın gammaya dəxili yoxdur. Ha, yəni gətirib 4A gamma üstü T2 minus 25 bölü 10 yazmırsan. Bu ancaq bunundur. Bu ancaq bunundur. Buradan da deməli yazıram ki, burada artıq deməli 2 dəfə çox olduğuna görə V2 bölünsün A bərabərdir 2 gamma. Burada 2 də qammadır, ikisi də bura aiddir. T2 çıx 25 böl 10. Bu da nə deməkdir? A vurulur bura. A vurulsun 2'nin üstü. T2 çıx 25 böl 10 vurulsun gammanın üstü. T2 çıx 25 böl 10. Aydın oldu. Yəni bu var ha. Bu 2 gamması T2 çıx 25 böl 10 var ha. Bu həm 2'nin üstü T2 çıx 25 böl 10'dur. Həm də gamma üstü T2 çıx 25 böl 10'dur. Aydındır. İndi buradan yazırıq ki, deməli 4A gamma üstü T2 çıx 25 böl 10 bərabərdir. A vurulsun 2'nin üstü T2 çıx 25 böl 10 gammanın üstü T2 çıx 25 böl 10. Bu gamma üstü T2 çıx 25 böl 10 var ha. Bunu silirəm. İxtisar gedir. Bundan bu getdi ixtisara. Baba getdi. Ondan sonra bu A'lar gibi. Buradan bu A'nı silirəm. Buradan da bu A'nı silirəm. Buradan bunu yazıram 2'nin kvadratı. Köklər eyni olduğuna göre 2 bərabərdir T2 çıx 25 böl 10. 20 bərabərdir T2 çıx 25. T2 bərabərdir 45'e. Bir daha da başa salıram. Diqqətlə qulaq asın. Bir dəfə də lap rahat şəkildə başa salıram. Deməli, həm birinci reaksiya üçün V2 bölünsün V1 bərabərdir gamma üstü T2 çıx 25 böl 10'dur. O birisi için de V2 bölü V1 bərabərdir 2 gamma. T2 çıx 25 böl 10. Aydındır. Buradan deməli bu V1 neçədir burada? 4A'dır. Burada neçədir? A'dır. Buradan V2 nəyə bərabərdir? 4A vurulsun gammanın üstü T2 çıx 25 böl 10. Burada isə V2 bərabərdir A vurulsun 2 gamma, yəni 2'nin üstü T2 çıx 25 böl 10 gammanın üstü T2 çıx 25 böl 10. Buradan bunları bərabərləşdirirəm. 4A gammanın üstü T2 çıx 25 böl 10. Bu da eləyir A vurulsun 2 üstü T2 çıx 25 böl 10 gammanın üstü T2 çıx 25 böl 10. Bununla bu getdi ixtisara, A'lar getdi ixtisara. 4'ü yazıram 2'nin kvadratı. Buradan köklər eynidir. 2 bərabərdir T2 çıx 25 böl 10. Buradan da T2 nəyə bərabərdir? 45'e bərabərdir. 33-cü sualda deməli SO3 m qramdır. Oleyin məsələlərində su SO3'dən nəsə qopardır. 108 x yazıram 18 80. Bu zaman deməli 108 vurulsun 80 bölünsün 18 480 qopartdı. Bu qaldı m-480 və 108 qram su qopartdığı 480 ilə təzə sulfat turşusu əmələ gətirir və sulfat turşusu 588 və oleyim 30%, yəni 0,10'da. Yuxarıda həll olanı yazıram m-480, aşağıda bunların cəmini, yəni m plus 108 və buradan da biz tapırıq ki 33'də cavab deməli A bəndi, yəni 732 olacaq. 34-cü sualda hidrogen yazıram, azot yazıram. Bu x mol, bu y mol, orta moleküllə 15 bərabərdir. 2x plus 28y, x plus y, 2x plus 28y bərabərdir 15x plus 15y. Buradan da 13x bərabərdir. Deməli 13y, çünki 28'dən
15 çıxanda 13 eləyir. X də buradan Y-ə bərabər. Yəni hər ikisi eynidir. Hər ikisini X götürürəm. Və burada yazıb ki, qarışığın həcmi 20-dir. Yəni həcm deyəndə bunları biz mol kimi də götürə bilərik. X plus X bərabərdir 20. X də buradan bərabərdir. X də bərabərdir 10-a. Yəni bu da 10-dur, bu da 10-dur. Yəni biz tapdıq ki, bunların ikisi də 10-dur. İndi deməli etilen reaksiya daxil olur hidrogenlə əmələ gəlir C2H6. Bu 15-dir. Bu 10-dur, 1-1. Kiçiyə görə deməli hidrogen tam sərf olunacaq. Son qarşıda hidrogen olmayacaqdır. Ona görə də görək bu 10 sərf olunanda etileni yadda saxlayırıq 15-dir. Bu nə qədər sərf olunur? Etilen deməli 5 sərf olunur. Üzr istəyirəm 10 sərf olunur. Qabaqda 15 idi, son qarşıda 5 etilen oldu. Həmçinin istifadə edilməmiş 10 azot oldu. Təzə buradan etan alınır. Bu da 10 deməli etan alındı. C2H6 və son qaz qarşımda azotun həcm payı 10 bölünsün. Deməli 25, 10 bölünsün 25 vurulsun 100. Doğru cavab deməli 34-də deməli 40 edəcək. 35-ci sualda A mol mis 2 xlorid. Burada deməli 3A deməli iyon var. A mol natrium sulfit. Burada da 3A mol iyon var. Ümumən 6A. Bu zaman A mol mislə A mol kükürt çökəcəkdir. Yəni 2A buranın təkili 4-ə qalacaq və 6-dan 4-aya burada 1,5 dəfə azalma müşahidə olunacaq. 36-cı sual. Deməli kalium H2 PO4 kaliuma və H2PO4-ə ayrılır. Bu 40 moldur və dissosiasiya dərəcəsi 50%. Yəni 40-ın 50-si getdi. Yəni bu zaman 40 vurulsun 50 bölünsün 100 x deməli 20 molu getdi. Yəni 40 mol idi 50 mol. Yəni 20 mol getdi. 20 mol bundan 20 mol bundan alındı. Ondan sonra kalium sabit qalır. H2PO4 dissosiasiya edir H-a və HPO4-ə və kaliumdan işin yoxdur. Bu dəyişmən bu 20 mol növbəti dissosiasiya gedir 40%. Yəni 20 vurulsun 40 bölünsün 100. Yəni bunun 8-i gedir. Artıq burada 8-i getdi. 12 qaldı. Və 8 sərf olduğuna görə 8 bundan 8 bundan alındı. Aydındır. Ondan sonra deməli yenə hidrogen sabit qalır. Və indi HPO4 növbəti dissosiasiya gedir və artıq 25%, 8-in 25%, 8 vurulsun 25 bölünsün 100, 8 vur 25 bölü 100. Yəni ikisi getdi. Qaldı burada 6-sı. 2 bundan 2 bundan alındı və ümumən sonda neçə iyon oldu? Deməli 20 üstə gəl 12 üstə gəl 8 üstə gəl 6 üstə gəl 4 50. Baxın 20 12 8 6 2 2. Yəni ümumən 50 mol iyon olacaqdır. Bir daha başa salıram bunu. Deməli çətin olanlar üçün bir daha deyirəm, diqqətlə qulaq asın. Burada deməli kalium H2 PO4 kaliuma və H2PO4-ə ayrılır və bu 40 moldur. 40 molun 50% getdi. Dissosiasiya elədi. Yəni 20-si. Bu zaman bu 20 sərf olunanda əmsalar yəni olduğuna görə 20 bu 20 bu alındı. Ondan sonra H2PO4 dissosiasiya edir H müsbətə və HPO4-ə kalium sabit qalır. Bu H2PO4 fərağat durmadan keçir sərf olunur. Yəni nə qədər sərf olunur? 40%. 20 vurulsun 40 bölünsün 100. Bu zaman bunun deməli 8-i sərf olunur. Burada 8-i getdi. Bundan 12 qaldı. Və bu 8 sərf olunduğuna görə 8 bundan 8 bundan alındı. Aydındır. Ondan sonra deməli HPO4 dissosiasiya eləyir. Da bununla işin yoxdur. Yəni bunları əmələ gətirmək üçün də əmələ gəlir H da gələk PO4. Yenə də bu sabit qalır. Bu gedir növbəti dissosiasiya. Yəni 8-in 25%-i, yəni ikisi getdi 6-sı qaldı. 2 bundan 2 bundan aldı və sonda da bunları biz toplayırıq. 20 üstə gəl 12, üstə gəl 8, üstə gəl 6, üstə gəl 4 deməli 50 eləyəcəkdir. 37-ci sualda verilmiş maddə cütün hansının bir-birinə izomer deyil? Təbii ki 37-də bu deməli D bəndidir. Çünki propil etanoat mürəkkəb efirdir. Pentanol da spirtdir. Bunlar izomer deyil. Çünki spirtlər sadə efirlərindən, mürəkkəb efirlər karbon turşularına izomerdir. Bu 37-də D bəndi olacaq. 38-ci sualda deməli CH4 2A, C3H8A,
CO2 B'dir və qarışıq 3A plus B bərabərdir 10'dur. Sonra bunu yandırıram. CH4 üstəgəl oksigen əmələ gəlir CO2 üstəgəl su. Bura 2 yazıram. Bura 2 yazıram. 2A'ya nü 1'ə 2 bu 4A elədi. Üstəgəl sonra deməli C3H8 üstəgəl oksigen əmələ gəlir CO2 üstəgəl H2 bura 3 yazıram 4 yazıram bura 5 yazıram A nüdür 1'ə 5'dir bu da 5A eləyir bərabərdir 18 9A bərabərdir 18 A bərabərdir 2 gətir burada bunu yerinə 2 yazanda B də buradan 4'ə bərabər olur və CO2 4'dür və qarışıq da 10'dur ona görə də 38-ci sualda doğru cavab olacaqdır deməli 40% A bəndi. 39-cu sualda deməli biz bura OH yazsaq bu krezol olur. Bu da benzil spirti. Benzil spirti krezollarla izomerdir. Eyni zamanda biz bura metil yazsaq bu ortaksilol olur. Ancaq buraya da yazsam benzol bunlar homologdur. Eyni zamanda bura mən yenə CH3 yazsam ksilol bu da C2H5 bəli bunların karbonları da genel eyni də izomerdir və 39-cu sualda doğru cavab D bəndi olacaq. Deməli alüminium karbid üstə gələk H2O əmələ gəlir alüminium hidroksid üstə gələk metan bura 12 yazıram bura 4 yazıram bura 3 yazıram 72 vurulsun 80 bölünsün 157,6 57,6'nı bura yazıram 144 nü bura yazıram 3 nü bərabərdir 1,2 mol metan 550 600 dərəcədə C2H4 hidrogenə ayrılır. Bu zaman bu da ikisi də qazlı amma bromlu suyu C2H4 səngləşdiyinə görə Y-i biz C2H4 qəbul edəcəyik 1,2 2 nü 1 bu da buradan 0,6'ya bərabərdir. Daha sonra deməli C2H4 1 mol brom 2 ilə gedir. Bu 0,6 bu 1 mol bu da 400 vurulsun A bölünsün 100 yəni 4A bu da 160'a bərabərdir. 0,6 bu 160 bölünsün 4 doğru cavab deməli burada 40-cı da B bəndi olacaqdır.